Tarixi ənənələrə və köklərə söykənən Azərbaycan-Türkiyə qardaşlığı bugün dünyaya örnəkdir. Bir millət, iki dövlət amalına söykənən və hər sferada uğurlu inkişaf yolu keçən qardaş ölkələr arasındakı münasibətlər Cənubi Qafqazda sülhün təminatında da mühüm rol oynayacaq. İlk saatlardan savaşın son gününe kadar benim kardeşim bizim yanımızdaydı. Kardeş Türkiye halkı bizim yanımızdaydı. İkinci Qarabağ Savaşı bizim müşterek, ortak, şanlı tarihimizdir. 30 yıllık işğala son koyduk. Ve savaşın ilk gününde Sayın Cumhurbaşkanı, kardeşim Recep Tayyip Erdoğan'ın Azerbaycan yalnız değil, Türkiye Azerbaycan'ın yanındadır demesi birçokları için ciddi mesaj oldu. Ve savaşın son dəqiqəsinə kadar, Şuşa şehrine bayrağımız ucalana kadar Türkiye bizim arkamızdaydı, bize arkaydı, dayağıydı ve Azerbaycan halkı hiç ve bu kardeşliği unutmayacak. Bir millət, iki dövlət amalına söykənən və hər sferada uğurlu inkişaf yolu keçən Azərbaycan-Türkiyə münasibətləri bugün digər ölkələr üçün də örnəkdir. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra onun müstəqilliyini ilk tanıyan dövlət məhz Türkiyə oldu. Ümummilli liderin mühüm elan etdiyi qardaş ölkə ilə münasibətləri istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də digər sahələrdə özünü uğurla biruzə verdi. Türkiyə də Azərbaycanla münasibətlərini daha da inkişaf etdirmək maraqlıdır. Xüsusilə Türkiyə prezidenti Recep Tayyip Erdoğan'ın hər məqamda Azərbaycana dəstəyini ifadə etməsi bu baxımdan mühümdür. Bir neçə gün öncə Ankara'da 13-cü Səfirlər Konferansının açılışı zamanı Türkiyə prezidentinin ölkəmizlə bağlı mövqeyi həm də digər dövlətlərə bir mesaj idi. Yaklaşık 30 sene boyunca süren işgal, katliam ve soykırım politikaları karşısında maalesef uluslararası toplum kayda değer hiçbir adım atmadı. Azerbaycanlı kardeşlerimiz yıllarca hem işgalin hem kayıplarının acısıyla yaşamak mecburiyetinde bırakıldı. Bu adaletsizliğe son vermek, Türkiye'nin destekleriyle Azerbaycan Silahlı Kuvvetlerine nasip oldu. 44 gün süren destansı bir mücadele neticesinde hamdolsun Karabağ yeniden özgürlüğüne kavuşmuş, 30 yıllık işgal son bulmuştur. O həm də sülh prosesini bacardıqca ləngitməyə çalışan, xüsusilə həm Qarabağ və Şərqi Zəngəzurda, həm də sərhəddə mütəmadi olaraq təxribatlar törədən Ermənistana xəbərdarlıq idi. Can Azerbaycan'ın vatan muharebesinde kazandığı zaferin yarattığı uygun koşulları bölgede barış ve istikrarı kalıcı kılmak için kullanıyoruz. Son günlerde bölgede yaşanan gerginlik mevcut sükunetin ne kadar kırılgan olduğunu da tekrar gösterdi. Elbette bu süreçte Can Azerbaycan'la dayanışmamız da güçlenerek de sürecek. Dost da düşman da bilsin ki Can Azerbaycan hiçbir zaman yalnız değildir. Sarsılmaz qardaşlığımızın Şuşa bəyannaməsi ilə ən ali səviyyəyə yüksəlməsi də bir millət, iki dövlət prinsipinin diplomatik müstəvidə təzahürü idi. Regionda cərəyan edən proseslər onu deməyə əsas verir ki, Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətləri fonunda qarşılıqlı fəaliyyəti bölgənin iqtisadi inkişafına imkan yaradacaq, eyni zamanda Cənubi Qafqazda sülhün təminatında mühüm rol oynayacaq. Bugün Şuşada dalgalanan Azerbaycan ve Türkiye bayrakları bizim birliğimizi gösterir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan Azerbaycana bir mənalı, net və açıq dəstək ifadə etmiştir. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiye'nin bütün yerlerinden gelen mesajlar, gelen təbriklər, gelen dəstək, dayanışma, həmrəylik ifadələri bir də bütün dünyaya bizim birliğimizi nümayiş etdirmiştir. Rüstəm Mikayılzadə, Lalə Məmmədova, ASTV Xəbər.